İlahi sənə and verirəm izzəti və cəlalı və kərəmi və səttarlığı və rəhməti və mərhəməti və Allah sənə and verirəm Fatimənin, xanımın balalarından ayrılan anlarına. Allah sənə and verirəm qolları qələm olan Əbəlfəz hörmətinə. Məzlum 6 aylıq balanın hörmətinə. Allah, Allah, bi haqqı Fatimə. Bu əllər ki, sənin dərgahına qaldırdıq. İlk duamız, İmam-ı zamanımızın zuhurun təcil elə. Allah bağışlamamış bizi bu Ramazan ayından çıxartma. Bu Ramazan ayını, axırıncı Ramazan ayımız qərar vermə. İmanla, təqva ilə yaşayıb, izzətlə bu dünyadan köçməyi bizlərə nəsib elə. Bizi dini və xadim olanlardan qərar ver. Bu az xidməti bizlərdən qəbul elə. İlahi, bu az xidmətə qane olanlardan bizlərə qərar ver. Nəzərimizdə olan duanı bizlərdən qəbul elə. İlahi, indi ekran qarşısında əyləşənlər var, qardaş, bacılarım, bir neçə saniyə vaxt ayırıram. Ya Allah, dərdlərinizi deyin inşallah Allaha, mən də sonda inşallah sizi dua edeyim. İlahi, sənə and verirəm. Sənə and verirəm, ya Rəbbəl aləmin, xanım Fatimə. İlahi, ya Rəbbəl aləmin. Bu evlərdə oturan qardaşlarım, bacılarım necə sənə dua elədi, sən gördün. Mən də onlara söz verdim ki, duavız qəbul olar, amma özümdən ki vermədim, oxuduqlarımdan verdim. Sənə and verirəm, izzət və cəlalı və bu qardaş bacılarımın duaların qəbul elə. Xəstələrimizə tezliklə şifayı acil inayət elə. Övladı olmayanlara övlad nəsib elə. Subaylarımıza gözəl ailə nəsib elə. Ailə müşkül olanların müşküllərin tezliyindən həll elə. Borcu olanların borcların verməkdə onlara yardımcı ol. Evsiz qardaşlarımıza ev nəsib elə. İşsiz qardaşlarımıza iş nəsib elə. Sıxıntılı olan möminlərimizə İmam Musa Kazım hörmətinə özlərinə fərəc, ailələrinə səbr bəxş elə. Allah bunların qəlblərində olan hacətləri rəva elə. Cənnətimi bizə halal elə. Cəhənnəmi bizə haram elə. Günahlarımızdan əffi qələm çək. Gizlində elədiyimiz günahlarımızı bağışla. Aşkarda elədiyimiz günahlarımızı bağışla. Aqibətimizi xeyirli qərar ver. Son anlarda Əhl-i Beyti başımızın üstündə qərar ver. Son anlarda Əhl-i Beytin simasını görməyin bizlərə nəsib elə. Son anlarda kəlmə-i şəhadəti deməyi bizlərə nəsib elə. Allah sonda Allahümmə təqəbbəl minna hazəl qalil minəl xidmə. Bu az xidməti bizlərdən qəbul elə. Amin.